Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Demin sınaq tapısından mövzu sınağı 8-ci sınağın izahına başlayırıq. Deməli, son günlər bir-iki fikir aldım ki, izahlarımız deməli çox xırdalığa getmir. Çalışacağım nəzərə alım, amma çox da nəzərə almayacağım. Niyə görə? Yəni mən məsəl üçün bu mövzu sınağı və yaxud da ümumi sınaq olsun, fərqi yoxdur. Sınaqdır, imtahana da bir aydan az qalıb. Bura qədər gəlib çıxmısınızsa əgər, mən burada artıq sizə 10-luq say sisteminə, 8-lik say sisteminə belə keçilir, nə bilim find bunu tapır, bu bunu eləyir, o onu eləyir deməyim biraz düzgün deyil. Düzdür, videoya baxan bir 30% sıfırdan başlayan adam ola bilər. Amma bu video, yəni o video deyil ki də onları öyrədək. Nə demək istədiyim yəqin ki aydındır. Onları əvvəlcədən öyrənib sonra bunları həll eləməlisən. Sən heç nə bilməyən bir adam bu testi birbaşa götürüb işləməli deyil axı. Sən öyrənib sonra bu testi işləməlisən. Başlayaq. Birinci, deməli, Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, S bərabər sətrimiz var. Şuşa Qarabağ yazılıb. C bərabər 0, T bərabər 0. In S nədir? Yəni, birbaşa S-ə müraciət edəcəyik. Deməli, S-ə birbaşa müraciət edirik. Birinci, bura biz baxanda if şərtimizdə nə baş verir? Deməli, əgər hərf kiçik hərflər arasındadırsa, yəni bu üstdəki simvollar, kiçik A ilə kiçik Z-in arasındadırsa. Deməli ki, burada kiçik A ilə kiçik Z-in arasında nələr ola bilər? Ancaq balaca hərflər, düzdür, kiçik hərflər. Yaxşı, burada nə olacaq? Böyük A ilə böyük Z-in arasında nələr olacaq? Ancaq böyük hərflər, düzdürmü? Və indi siz bura fikir verirsiniz ki, kiçiyi tapandan sonra C-nin üzərinə 1 gəlir. Böyüyü də tapananda C-nin üzərinə 1 gəlir. Əvvəldə də ki, bunlar sıfırdılar və salam. Deməli, nə edəcəklər? Sayacaq. İndi kiçik hərflərin sayı 5, 7 də burada, düzdür? Neçəyə də 12. Bura 12 dəfə işləyirsə, deməli 12 dənə bu 1 var da burada, düzdür? 1-dirsə 12 alacaq biz buradakı cəmdən. Yaxşı, böyük hərflər neçə dənədir? S ilə K da və salamda. 2 dəfə də bura işləyəcək. Buradan da bizə neçə alacaq? 2 alacaq. Ən sonda deyək ki, C-ni vur T-yə, 12-ni vurursunuz 2-yə, sizə neçə verəcək? 24 A variantı. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, bura siz fikir versəz, siyahımız var bizim. Len S neynədik? Saydıq. Biz bura 7 qoyduq. Təbii ki, 7-ni götürməyəcəyik. Yəni, 0-dan 6-ya qədər qiymətlər alacaq. 0, 1, 2, 3, 4, 5, 6. İndi, deməli deyək ki, elə siyahısında, listində İninci, yəni 0-cı element nədir? 412 və yaxud da nə bilim 1-ci, 2-ci, hər neçəncisi. 2-yə bölünəndə qalıq 0-a bərabərdirmi? Yəni ki, cütdürmü? O zaman neyini? S-in üzərinə 1 gəl. Burada cütlər hansılar? 412, 56, 772, bir də 4. Düzdür? Neçə dənə cütümüz var? 4 dənə. Bura neçə dəfə işlədir? 4 dəfə. Burada nə var? 1 var. Düzdür? Buradan bizə nə qalacaq? 4 qalacaq. Bu getdi. Əgər bu şərt ödənməsə, if ödənməsə elifə düşürük. If nə vaxt ödənmir? 421-də bunların üstünü xəttləyəcəm, 67-də və 893-də. Düzdürmü? Bunlar da ödənmirlər, düşürük elifə. Elifə düşəndə deyir ki, həmin 421, 67 və 893-ün indeksini yoxla. 2-yə bölünəndə qalıqda sənə bir qaytarırmı? Yəni təkdirmi indekslər? Ha. İndeksi 3 və 5 bizə ancaq bir qaytaracaq da, düzdürmü? Burada 2 dəfə işlədiyinə görə 2 dəfə də 2-miz, 4 də bizə buradan gələcək. Baxın, bura 2 dəfə işləyirsə, bu da 2-dir, 4 qaytar. Yaxşı, else nə vaxt düşürəm mən? Bu elif ödənməyəndə, düzdür? Elif ödənməyəndə. Elif də nə vaxt ödənmir? 1-dən 67-də. Düzdürmü? Bir dəfə də bura işləyəcək, ya da buradan bizə nə qalacaq? 3 qalacaq. Bu da getdi. Bir də bizim burada sərbəstimiz var. S bərabər S plus 4. Bu neçə dəfə işləyir? Bu hər dəfəsində işlədiyinə görə mənim siyahıda 7 dənə rəqəmim var. 7 dəfə ədədim var. 7 dəfə də bura işləyir. 7 dəfə də 4-üm. 28 də biz buradan alırıq. Və sonra bunların cəmi neçə yiyəcək? Deməli 4, 4, 8, bu da 3, 11, bu da 28, 39. D variantı. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, B bizim bir sətrimiz var, A sətrimiz var. K bərabərdə A plus qoşa nöqtə atıb, ondan sonra B-ni cəmləyib. Deməli, A-dan sonra B-yə qoşa nöqtə düşəcək. Ondan sonra B-də yapışacaq bura, B sətri.
Ondan sonra nə deyir? K-da find elə A-nı. Baxın, find nə edir? İndeksini qaytarır. Düzdür? K-mız bax budur da. Ki bununla bu bir yerdə, düzdürmü? Bir dənə ortada qoşa nöqtəmiz var bizim. Deməli, find elə deyir A-nın indeksini qaytar. A-nın indeksi biz buradan saysaq, deməli biz buradan saysaq 0, 1, 2, 3, 4, 5, 6, 7. A-nın indeksi bizə neçə qaytardı? 7. Üzərinə gəlsin. K.count elə A-nı. K sətrində böyük A-ların sayını. Burada böyük A-ların sayı neçə dənədir? 1 dənədir. Bunun da üzərinə 1 gələndə neçə edəcək? 8. B variantı. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, baxsaq bizim burada siyahımız var. Bir dənə baxaq, F burada nə iş görür? F1-dir. Baxın, i-yə vurur, düzdür, hər dəfə. i də burada 1 artır, düzdürmü? 1 vurulsun, 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4. Bu belə gedəcək. Bu nədir? Faktorial, düzdürmü? İndi bu buradan faktorial alır və deyir ki, ls siyahısında count elə faktorialın sayısı sıfırdan böyükdürmü? O zaman s-in üzərinə f gəldi, yəni həmin faktorial. Burada da siz baxırsınız hansı faktoriallar varsa, 24 var, 120 var, bir də 6 var da vəssam. Ancaq bunları mən buradan f-dən məsəl üçün 24 aldım. Deyirəm ki, f-in sayı siyahıda birdən sıfırdan böyükdürmü? Bəli də, bir sıfırdan böyükdür, bir dənə sıfır böyükdür. O zaman s-in üzərinə həmin faktorialı gəl. Beləsinə. Burada da həmişə faktorial alırsınız. Deməli, bu şərt ödəyənlər hansılardır? 24, 126. Onlar da s-də cəmləyəcək. Neçə yiyir? 30, o da 150. C variantı. Python dilində tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Deməli, nə iş görür burada? S bərabərdir. Sətrimiz var bizim. Saydı. Deməli, 4-ü qoyduq bura. In S, S-ə birbaşa müraciət edirik. 2-ni, 3-ü, 4-ü, 5-i növbə ilə götürəcəyik. Print i vurulsun K. i'miz birinci neçədir? 2. 2-ni 4-ə vuranda deməli 2-ni 4-ə vuranda fikrim qarışdı. 2 bizim nədir? Sətrimizdir. 4-ə vuranda 4 dənə 2 yazılacaq bura. Sonra K-dan 1 çıxdıq. K-mız neçə oldu? 3. Düzdür. Gələn dəfə gəldim. i-min qiyməti bu dəfə nə olacaq? 3 olacaq. 3-ü 3-ə vuranda 3 dənə 3-üm çap olacaq. K-dan 1 çıxacam. Bu dəfə olacaq 2. Bu dəfə i-nin qiyməti 4 olacaq. Düzdür. 4-ü vuracam 2-yə. 2 dənə 4 yazılacaq. Bunlar niyə sayına görə yazılır? K-nın sayına görə. Çünki sətirdədir də. Baxın, sətirdədir. Sətirə də vuranda ədəd dəfə təkrarlanır. Ən axırda bizdə 5 qaldı. K burada 1 oldu. 1-i də 5-ə vuranda olacaq neçə? 5. Cavabımız beləsinə bir şey edəcək. Deməli, C variantı. 4 dənə 2, 3 dənə 3, 2 dənə 4, 1 dənə 5. Python dilində tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Siyahımız var. Ls append elədik. Deməli, aya sözü bura əlavə olundu. Del elədik. Ls-də birincini. Baxın, 0, 1 belə indeks deyir, birinci getdi. Ondan sonra deyir, minimum ls-in üzərinə gəl, maksimum ls. Burada əlifbaya görə yanaşırsınız. Yəni, minimum qiymət hansıdır? Bir dənə baxaq. Nə olacaq? A ilə başlasaq. Deməli, ARR ilə, tutaq ki, ayanı siz ayıra bilmirsinizsə, birinci hərflərimiz A-dır. Baxırsınız ikinci hərfinə. İkinci hərfi R-dır, bunda Y-dır. Deməli, R qabaqda gələcəkdir, Y-dan qabaqda gəlir. Ona görə A, R olacaq kiçik. İndi böyüyümüzü axtaraq görək, böyük hansıdır? Böyüyümüz də böyük söz olacaq. Deməli, B buradadır, T buradadır. Təbii ki, T sonra olduğuna görə olacaq beləsinə. D variantı. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Baxaq nə iş görür. Deməli, n bərabərdir bizim sətrimiz var. Birincidən deyir, başlar len n-1. Yəni, birincidən başlayacaq 4-dən. Deməli, 3-ü nəzərə almadı. Bir də sonuncu nəzərə almır. Çünki sayır 1 çıxır. Ondan sonra nə edir? Birbaşa müraciət elədi. Yəni, lap yaxşı ədədə çevir, topla da. Başqa nəsə istəmir ki. Yox. Buradan deməli bizə qalıb 4, 5, 1, 2, 4, 5, 1, 2. Bunun cəmini istəyir. Neçə edir? 12, 12, 24. Y variantı.
12 burada, 12 də bura. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, A bərabərdir bizim bir dənə siyahımız var. A-ya append elədik, 1-i əlavə elədik. Yeni element əlavə olundu. Sonra delete elədik, A-da birinci, 0, 1. Bu 2 getdi. Ondan sonra A-ya insert elədik. Birinci mövqeyə 1. Birinci mövqeyə 1 nə deməkdir? Məsəl üçün A, B, C, D yazıram bura. 0-cı, 1-ci, 2-ci, 3-cü. Birinci mövqeyə 1 əlavə eləmək o deməkdir ki, yeni gələn bu ədəd, yeni gələn ədədin indeksi nə olsun? 1 olsun. Bu onun indeksidir. Bura yəni 1 düşəcək. Buranı silirəm. Bunun indeksi olacaq 1, B olacaq 2, bu 3, bu 4. Yəni bu solda verilən, sağda verilən nə idi? İndeksidir. Eləsinə başa düşün, yerləşdirin. Yəni orada nə olur olsun, o sağa sürüşdürəcək, özü düşəcək o yerə və indeksi verildiyi kimi olacaq. Nəsə, indi elə bunu 1 eləyək. Baxın, birinci yerə bu düşdü. Ondan sonra ayırır nöqtə remove burada. Ayırır yoxdur. Ayırır nöqtə remove. Bu sualın cavabı xəta olmalıdır. Xəta verəcək. Çünki burada ayırırda deyir remove elə bir elementini. Remove elementə görə silir. Delete indeksə görə də burada deməli bir elementini silməliyik, amma ARR listində. Eləsinə bir listə yoxdur. Xəta cavabı da yoxdur. Bəlkə texniki səhv ola bilər. Burada A-nı nəzərə alıblarsa, A-da birincini siləndə, birinci nə idi? Remove 1-i siləndə ancaq birincini siləcək. Sonra print elə deyir A-da birincini. Mən buradan 1-i silmişəmsə, bu dəfə indeksləmə bura 0 olacaq. 1-ə olacaq. Birincini çap elə, yəni 3-ü çap elə. Bu 3-ü çap eləyəcək. Əgər burada A-dırsa, ha. Yəqin ki, eləsinə qoyublar, da bilmirəm orasını, amma mövcud proqrama görə xəta verəcək. Çünki ayrı deyilən bir siyahı yoxdur burada. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, nə edirik? X bərabərdir, nəsə beləsinə bir şey var. Upper elədik, hamısını böyütdü Y-in. Bunun hamısı böyündü. X capitalize. Baş hərf böyüyəcək, qalanları kiçik. Y. Buradan bizə qalar D. Bunu da üstündən yazaq. Deməli, son beləsinə bir şey alınacaq. Ondan sonra nə edir? R plus, həmin bax bunun üzərinə gəlir qoşa nöqtə. Qoşa nöqtə. Yox. Qoşa nöqtəni 2-yə vurur, ondan sonra gəlir. Qoşa nöqtəni 2-yə vurur, ondan sonra gəlir. Beləsinə bir şey. Və daha sonra təzədən bu mötərizənin içində biz bunu aldıq da. Bax, mötərizənin içində biz bunu almışıq. Bunu deyək ki, bir dəfə də vur 2-yə. 2-yə vuranda bir dəfə təkrarlanacaq. Deməli, nə olacaq burada? Və samda bu da 2 dəfə təkrarlanacaq. Bundan harada var? A variantı deyil. Sonda 2 dənə nöqtə deyil, B variantı. Bu Y böyük daha. Yəni orada balaca görsənirdi. Böyükdür. Bunlarla eynidir. Bura qədər böyük hərf, sonra D, sonra 2 nöqtə və təzədən bir dəfə 2-yə vuruq deyəni yenə də təkrarlanır. Python dilində tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Deməli, baxaq bir dənə neyniyir. İndekslə müraciət edəcəyik. Saydıq, L-in sayını qoyduq yerinə. Ondan sonra deyirik ki, L-də i-ninci, yəni L-də 0-cı, yəni 0, 1, 2 bu şəkildə indekslə müraciət edəcəyik. 0-cı, yəni 6-cı. Maksimuma bərabərdirmi? Bərabərdirsə onu minimum elə. Minimum elementinə bərabər elə, yəni siyahının. Yox, əks halda 2-yə vur hasilinə bərabər elə. 2-yə vurulmuş hasilinə. İndi 6 burada maksimum 45-ə bərabərdir. Yox. O zaman deyək ki, 6 vurulsun 2, 12. 6-nı dəyişdir elə 12. Düzdür, 6 oldu 12. Gəldik 2-yə. 2 maksimuma bərabərdirmi? Yox. 2-yə vuracaq 4-ə bərabər olacaq. 45 maksimuma bərabərdirmi? Bəli də siyahıda elə maksimum 45-dir. O zaman bunun minimuma, yəni 4-ə bərabər edəcəyik siyahın ən kiçik elementinə. 12 maksimuma bərabərdirmi? Yox, oldu 24. 45 maksimuma bərabərdirmi? Bəli, çünki 45 elə özü maksimumdur və maksimuma da bərabərdir. Ona görə bunu minimum edirik, 4 edirik. 24 maksimumdurmu? Bəli, minimum edirik, 4 edirik. 13 maksimumdurmu? Xeyr, çünki artıq maksimum qiymətimiz bizim 24-dür.
Bunu da 2'yə vurduq 26. 26. Ən axırda deyir sum elə siyahıdakı elementləri. Burada bizim nəyimiz var? Ay. Deməli nəyimiz var? 26, bu da 4, 30. 30, 34, 38. Bu da 12. Deməli 50. 50. Orada da bizim nəyimiz var? 28'imiz elədi necə 78. A variantı. Klaviatura daxil edəcək aralarında bir boşluq simvolu olan sözlərdən ibarət S mətni üçün Python dilində tərtib olunmuş proqram nəyi çıxışa verir? Deməli, aralarında bir boşluq simvolu olan sözlərdən ibarət S sətri üçün Python dilində tərtib olunmuş proqram nəyi çıxışa verir? Bir dənə baxaq nə iş görür bu. Tutalım ki, mən bura daxil eləmişəm, nə bilim. Salam, mən nəsə yazdıq. i neyinir? Bir müraciət edəcək. Birbaşa müraciət edir. S-i götürür, A-nı götürür. Əgər boşluqdan fərqlidirsə, yəni hərfdirsə, o zaman C-nin üzərinə 1 gəlir. Lap yaxşı gəldi. Ən axırda deyir C B-dən böyükdürsə, təbii ki, buradan 5 çıxacaq. 5 də 0-dan böyükdür, bəli. B bərabər olsun nəyə? 5-ə. Düzdürmü? Əgər bu dəfə if boşluğa rast gələcək, else düşəcək, C-ni sıfırlayacaq. Lap yaxşı. Gəlin dəfə gəlir mən sözü ilə başlayır. Məni saydı, buradan 3 aldı. Düşəcək aşağı, deyəcək C 3 5-dən böyükdürmü? Xeyr. Deməli, xeyr olduğuna görə bura işləməyəcək. Avtomatik olaraq B-də elə 5 olduğu kimi qalacaq. Deməli, ən uzun sözün uzunluğunu çap eləyəcək. Buradan 5-i çıxartdı, bu 3 idi. Ona görə B variantı. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, Dövlət İmtahan Mərkəzi S=S.split. Split nə edəcək? Baxın, buradan boşluqdan ayırırıq, düzdürmü? Boşluqdan ayırırıq. Ondan sonra S-ə əlavə edirik. Dövlət İmtahan Mərkəzi bunu birbaşa olaraq bura, bütöv şəkildə. Sonra nə edir? i11 S-ə müraciət edir. Bir dəfə bunu götürəcək, bir dəfə bunu, bir dəfə bunu və bir dəfə də ümumi şəkildə bunu götürür. Və deyir ki, i.find A. Əgər A-nı mən axtaranda indeksini mənə -1-dən fərqli bir qiymət qaytarırsa, yəni içərisində A varsa, onsuz da -1-dən fərqli qaytaracaqdır. 5-dir, 6-dır, hər nəsə də 0, 1, 2 məsəl üçün burada 2 qaytarır. Onda neyinə? X vur, 2-yə vur. Deməli, A simvolları hansı sətirlərin içərisində var? Bunda var, düzdürmü? Bunda var. Bir də bunun özündə var. 3 dənə yerdə var. İndi 3 dəfə 2-yə vuracaq, düzdür? Nəyi? X-i. X-in də köhnə qiyməti nədir? 2-dir də. Deməli, deyirəm 2 vurulsun 2 üstündə 3. Bu da yazıq 2 üstündə 4. O da yazıq neçə? 16 Y variantı. Python dilində tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Deməli, yenə mərkəz. Len S bax -1 nə edir? 0-dan len S-1 sonuncuya qədər. Bunu götürməyəcək. Yaxşı, nə edir indi? I +1, 0 +1 yəni t-dan başlayacaq. Bununla da işi yoxdur. Bərabərdirmi boşluğa? Boşluğa bərabərdirmi? Yəni, məsəl üçün gəldik. Bu boşluğa nə vaxt bərabər olacaqdır? Deməli, 0, 1, 2, 3, 4. 4-ü götürəndə i 4 olanda 4 +1, 5. 5 boşluğa bərabərdirmi? Bəli, bərabərdir. O zaman deyir ki, SI, yəni 4, 4-ün özü, sep, üzərinə gəlsin. 4 nə idi? 4-cü nə idi? Y-nin özü, üzərinə gəlsin. SI +2. i-də 4-dürsə, 4-ün üzərinə 2 gəlin neçə? 6. Bu da 5, bu da 6. 6-da nədir? Y. Ondan sonra növbəti dəfə bu boşluqda indeks hər nədirsə də bu n-dır, düzdür? N, yenə sep plus i +2 də yenə bizə c-ni verəcək. C-də beləsini olacaq. Deməli, y + y, n + c. A variantı. Baxın, bu hissəni bilmirəm, başa düşdünüz, düşmədiniz. Bu hissədə deyir ki, i nədirsə, üzərinə 1 gəl. Yəni, i buna çatanda üzərinə 1 gəldə mənə boşluq qaytardı, düzdürmü? Təzədəndən qayda deyir ki, həmin i, yəni e-nin özü və i +2. +2 də bu böyük e-ni verəcək. Burada da i-nin özüdür, +2-si də c-ni verəcək.
və arasına da sep plus atır. Ona görə bu şəkildə çap olacaq. Python ls siyahısı üçün hansı metod və proqram ls siyahısı üçün hansı metod və ya funksiya ilə eyni işi icra edir? Nə iş görür? Range saydı, lap yaxşı. Təzdən yeni siyahıya, boş siyah. Insert edir sıfıra, sıfırıncıya buna. Düzdür? Yəni bu elementi atacaq bura. 41, 21. Gələn dəfə bunu götürəndə, bunu yenə deyir sıfırıncıya at. Düşəcək bunun əvvəlinə 667. Düzdür? 667, 41, 21 beləsinə. 534-ü götürəndə bunu da atacaq bura. Gördünüz də 62-ni götür atır bura. Tərsinə düzür. Tərsinə düzəndə hansıdır? Reverse D variantı. Bunu dənə-dənə eləməyə ehtiyac yoxdur. Bir-iki addımdan sonra görürsünüz vəziyyət. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, yenə S-ə birbaşa müraciətimiz var bizim. Bayaq kimi görürsünüz, bu dəfə 0 ilə 9 arasında yoxlayır. Yəni, rəqəm simvoluna rast gələndə 12 ilə burada 23-də rəqəmlərimiz bizim olacaq. Rəqəm simvoluna rast gələndə neyinə? R bərabərdir I. I nədir? Yəni, rəqəm simvolu 1. Üzərinə gəlsin birinci 1-ə rast gələcəkdir təbii ki. R nədir? Boşluq. Hal-hazırda boşdur. Üzərinə gəlsin I, təzədən yenə 1 və üzərinə gəlsin nə? DS işarəsi. Buradan bizə nə çıxır? 1, 1 və DS işarəsi. Bu getdi. Gəldim, növbəti dəfə 2-yə rast gələcəm. Düzdür? 2-yə rast gələndə deyir ki, 2. Üzərinə gəlsin R. R-in qiyməti bu da. R bərabərdir. Deməli, 1, 1 DS işarəsi. Üzərinə gəlsin I, yəni 2 və üzərinə gəlsin DS işarəsi. Bu da R-in yeni qiyməti nə olacaq? 2, 1, 1. Deməli, DS, 2, DS. Buranı təmizləyək. Bu dəfə gəldik 2-yə. 2-yə gələndə deyir ki, 2 plus R, yəni R-in qiymətini də aşağıda yazmışıq. 2, 1, 1. DS, 2, bu da DS. Ondan sonra gəl üstünə I, yəni 2-ni gəl və bir dənə də DS gəl. R-in yeni qiyməti nə oldu? Baxın, beləsinə bir şey. 2-ni yapışdıraq bura. Sonra 3 ilə gələndə deməli 3 plus R-in bu qiyməti, 3-ü yapışdırıram bura və bu qiymətini gələndən sonra təzədən yenə 3-ü gəldim bu sağ tərəfinə, bir dənə də DS atdıq bura. Deməli nə oldu? 322 1 1 DS, 322 1 1 DS D variantında görsənir. DS DS2 DS2 DS3 bir dənə də DS D variantıdır. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, siyahımız var. Biz bunu sort edəndə 1, 1, 2, 3, 3, 4, 5, 6 olacaq. Təzədən onu reverse edəcəyik. Deməli, 6, 5, 4, 3, 3, 2, 1, 1. Əksinə düzürük yolu beləsinə. Bu dəfə nə istəyirik? Sıfırıncını bərabər elə. Biz bir dənə bunu indeksləyək. Deməli, 0, 1, 2, 3, 4, 5, 6, bu da 7. Deməli, deyir sıfırıncını bərabər elə. Len S-1. Len S nədir? 8 dənədir. Düzdür, 8-dən 1 çıxan neçə? 7. Deyir ki, sıfırıncını bərabər elə 7-cidəki ədədə, yəni 1-ə. 6-nın yerinə nə gələcək? 1 gələcək. Düzdür. Ondan sonra deyir ki, birincini bərabər elə sıfıra, sıfırıncıya. Birinci nədir? 5-dir. 5-i də sıfırıncıya bərabər eləyəndə 5 dənəyə çevrilir, 1-ə çevrilir. Və sonra print elə deyir ls, ls bizə verəcək bunu. 1, 1, C variantı. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, yenə abituriyent sətrinə burada birbaşa bizim müraciətimiz var. I götürdü A-nı. A-ya bərabərdir. Bəli, R-in üzərində B gəl. R nədir? Boşdur. B gəldi bura. Kənardan yazaq. B gəldi bura. Ondan sonra əgər şərt ödənməsəydi, B-yə bərabər olduğunu yoxlayır. Ödənməsə C-yə, o da ödənməsə E-ni gəlir. Onda biz beləsinə yeyək də. Deməli, A-ya, B-yə və C-yə bərabər olan zaman mən nəsə burada gəlirəm də üzərinə düzdür. Bir dənə bu üçünə baxım. A var, B var. A ilə B-dən sonra heç nə yoxdur. Düzdürmü? Deməli, B-yə də bərabər olanda C gəlirsiniz. İkinci dəfə, yəni B-ni götürəndə if işləməyəcək düşəcəksiniz elifə. Elif B-yə bərabərdir, bəli. C-ni gəldiniz üzərinə.
Növbəti heç bir hərf nə A deyil, nə B deyil, nə C deyil. Deməli, avtomatik olaraq Y-ni gəlməlisiniz. Elsə qədər düşəsiz. Neçə dənə hərfimiz var? 3, 6, 9 dənə. 9 dənə də Y düşəcək bura. 4, yəni sıxışdıra bilsək 9 dənə. O beləsinə bir şey. O da B variantı. Sürətli işləməyə yavaş-yavaş alışın, imtahan qabağıdır. Dənə ilə iş olmaz. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Yenə siyahımız var. Siyahıya birbaşa müraciətimiz var. STR-I, STR-I, STR-I. Yəni 43 saydı. Düzdürmü? Len elədik, saydıq. Bizə neçə verdik? 2. 2 2-yə bərabərdirmi? Deməli, bizim şərtimiz nə vaxt işləyəcək? 2 rəqəmlərdə. Bu aydın məsələdir, bu getdi. Şərt işləyən zaman L siyahısına, boş siyahısına əlavə elə STR-I-ni, yəni 43-ü, 45-i və 12-ni. Dövr bitdimi? Dövr bitəndən sonra for düşdük, elə reverse elədik. Bunun tərsinə düzdük. 2, 1, 5, 4, 3, 4. Baxın, beləsinə bir şey alındı. Bunu da təzdən sətrə çeviririk. Join. Deməli, nə hesab elədim mən burada? Hə, yox. Eləsinə yox, səhv çevirdik. Deməli, 43, 45 və 12. Olduğu kimi çevirirsiniz. 12, 45 və 43 beləsinə. Mən bunu ümumi təsəvvür elədim. Ona görə eləsinə çevirdim. Bunun hər biri ayrı-ayrıdır. Ayrı-ayrı. 12, 45, 43. A variant. Proqramın icrası zamanı klaviaturadan ardıcıl olaraq 3, 2, 2 nəsə qiymətlər daxil edilərsə, hansı qiymətin çap olunacağını müəyyən edin. Deməli, birinci inputumuza biz neçə veririk? 3 veririk, düzdürmü? 3 veririksə, bura 3 dəfə işləyəcək. 3 dənə ədədimizi də buradan işlədəcəyik. 2-ləri və bir dənə də bu 3-ü getdi. Sonra bir dənə baxaq. Burada bir dənə inputumuz var. Deməli, bu 2 gələcək bura. Bu 2 gəldi bura. Bir dənə aşağıya baxaram sonra nəsə. Deməli, R-ə əlavə elədik 2, 2, 3-ü, düzdür? 2, 2, 3-ü. Buradan getdi. Təzədən M bərabər oldu 2-yə. Bu dəfə düşürük aşağı. Burada əlavə elədik də, düzdürmü? Input. Tabii ki, buranı demədimi? R-in üzərinə nə gəldi? 2-ni. Sonra gələn dəfə bu 2-ni, sonra bu 3-ü yapışdı da, beləsinə bir sətr alındı. Deməli, bu 2-ni verdik hara? Bu inputa. Düzdürmü? Ardıcıl olaraq gedirik də. Bu 2-ni verdik bura. M oldu neçə? 2. Deyir ki, i 0 kiçikdir 2-dən. Bəli. O zaman R bərabərdir input. Bu dəfə deməli bu 1 veririk. 1 plus R. R neçədir? 2, 2, 3. Yapışdı buna 1-ə. İğni elədik neçə? 1. 1 kiçikdir 2-dən. Bəli. Bu dəfə də bu 3-ü daxil eləyəcək. Bu da deməli yəni sol tərəfinə yapışacaq. 31, 223. Bu dəfə i2 olacaq. 2, 2-dən kiçik deyil. Ona görə dövr işləməyəcək. 31, 223. Y variantı. Python dilində tərtib olmuş proqramın nəticəsini müəyyən edin. Deməli, siyahımız saydıq. 6 verdik bura. Deyək ki, ls-də i. I neçədir? 0. 0-cı kiçikdir 6-dan. 2 6-dan kiçikdir mi? Bəli. O zaman p bərabər p vurulsun ls-i. P də 1-dir. 1-i vurduq ona. Və 1 də hər dəfə artır. Axırıncı dəfə 5 kiçikdir 6 olacaq. 6-dan kiçiklərin yox, bircə dəqiqədə, yəni 6 gözləyin, deməli ls-i 2 kiçikdir mi 6-dan 0-cı, 5-ci yox, hamısını yoxlayır. Hamısını yoxlayır. 6-dan kiçiklərin hasilini tapır da. 6-dan kiçiklər də hansılardır? 2, 2, 4, 3, 5. 2-ni 2-yə vuranda 4, 4-ü 4-ə vuranda 16. Üst dəfə 5-im 15. 16-nı da 15-ə vuranda neçə edir? 240 deməlidir. 240 A variantı. B'sinə vurmayaq da, B'sinə vuraq. 5 dəfə 4-üm 20. 20. 4 də 3, 12. 12 vurulsun 20. Bu da neçədir? 240. A variantı.
Python dilində tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Deməli, x, y bərabərdir a.count ilə p simvollarının sayını 1, 2, 2 dənə. Gözümüzdən qaçan yoxdur ki, yox. 2 dənə. Bu bərabərdir len a. Ümumi nəsədə bunun sayı saymayacağım. Nə bilək neçədir. Deməli, onu harada işlədib? Burada işlədib. Yəni, baxarıq. Deməli, deyir, m-i, a.find ilə m-i hansı indekslər arasında? Deməli, sayını sayır. Onu qoydu bura, düzdürmü? X, y 2 idi, 2-nin üstünə 5 gəldi, 7. 7 və o arasında onu saymadım. Nəsə, 7-dən sonraya baxaq bir dənə. 0, 1, 2, 3, 4, 5, 6, bu da 7. Düzdür, 7 düşdü era. Ondan sonra m 8, 9, 10, 11, bu da 12. Düzdürmü? 12 deyir ki, A 12, 12, A da 12-ci. Elə M-dir. M-i vur 5-ə. Şurada 5 dənə M. C variantı. Baxın, bir də deyirəm. Biraz yaxşı alınmadı bu. Deməli, P-nin sayı oldu neçə? 2. L-in ümumi sayı neçədirsə 30-dur, 40-dır, neçə yazdım burada. 30 deyil ha, hər nədirsə. Deməli, deyir ki, U-ya qədər X, Y-də bizdə nə idi? 2 idi. 2-nin üstünə 5 gəlində 7. 7-dən U-ya qədər M-in indeksini tap. M-in indeksini tapdıqca bizdə 12-dir. 10 heç əvvəldə yoxdur. 12-dir. 12-ci elementin də təzdən deyir vur 5-ə. Sətirdədir axı bu, M sətirdir. Sətiri də ədədə vuranda ədəd dəfə təkrarlanır. C variantı. M-i 5 dəfə təkrarlayacaq. Davam edək görək. Növbəti sualımızda nə istəyir bizdən? Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, siyahımız var. M bərabər olur elə 0-cı bölünsün 10-a. Yəni 34 10-a bölündə qalıq bizə 4 verəcək. X bərabərdir elə 0, yəni 34-ün özünə. Ondan sonra for in elə 1-dən sonra birinci indeksdən sonra, yəni birinci indeksdə 12 var. 12-dən sonraya müraciət edir. 12-dən sonraya müraciət edir və götürür bir-bir i ədədləri, yəni 12-ni, 567-ni və s. ona bölür, qalığını tapır. Əgər ki, o qalıq m-dən böyükdürsə, yəni 4-dən böyükdürsə, o zaman m bərabər olsun həmin o böyüyə. İndi 2 4-dən böyükdürmü? Yox. 7 4-dən böyükdürmü? Bəli. M bərabər olsun burada nəyə? 7-yə və x həmin zaman bərabər olsun nəyə? i-nin özünə, yəni həmin ədədin özünə. 567-yə. Deməli, burada bir dənə bu 9 tək rəqəmli olduğuna görə, bu dəfə i 9-u götürəndə, 9-u 10-a böləndə buradan i 9 alacaq. 9 7-dən böyükdürmü? Yəni m-dən böyükdürmü 7-dən? Bəli, m təzə qiyməti nə oldu? 9. X də bərabər olsun i-yə, yəni ədədin özünə, elə 9. Gələn dəfə gəlib 123-ü böləsiz, sizə 3 verəcək. 3 də ki, təbii ki, 9-dan böyük deyil, ona görə elə 9 daha qalacaq. A variantı. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, ədədimiz var bizim, ədədi çevirdik burada sətrə, dırnaq içərisində olacaq bu. Ondan sonra birbaşa yenə müraciətimiz var. Bir-bir götürür, ədədə çevirir, int eləyir, düzdürmü? Ədədə çevirir və üzərinə 1 gəlir və 2-yə bölür, əgər cütdürsə və 5-dən böyükdürsə cəmləyəcək, düzdür? Özü 5-dən böyükdürsə və üzərinə 1 gəlinmiş halı cütdürsə, o zaman onu cəmlə. Yaxşı. Biz də təklərin üzərinə 1 gəlsək, bizə cüt verər də. Düzdürmü? Ona görə təklər 5-dən böyük təklər hansılardır burada? 7, bir də 9 da, vəssalam. Vəssalam. Çünki mən 7-nin üstünə 1 gəlsəm 8, 8-i 2-yə bölsəm cüt eləyəcək, 9 üzərinə 1 gəlsəm 10 cüt eləyəcək və hər ikisi də 5-dən böyükdür. C də bərabər C plus i, 9-un da üzərinə 7 gələndə 16. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, siyahımızdır. Nə deyir? Sam elə 1-dən 1, 2, 3. 3-ü götürmürük. Bu ikisini cəmini istəyir bizdən. 6 verdi bizə. LS-də indeks ilə 3-ü. LS-də indeks 3-ü 0. 6-nın üzərinə 0 gələndə verəcək 6. Sadə bir sual idi.
Hansı ən böyük üç rəqəmli ədədi girişə verdikdə ekranda 18 əks olunur. Deməli 18 əks olunarsa hansı ən böyük üç rəqəmli ədədi girişə verdikdə, məsəl üçün x, y, z ədədi, düzdürmü? X, y, z ədədi b bərabər olar bunun maksimumuna. Məsəl üçün bunun maksimumu olsun y, düzdürmü? Ondan sonra len n bura biz 3 qoyanda 0, 1, 2 dövrümüz 3 dəfə işləyəcək. 3 dəfə bura işləyirsə, ən böyük ədədi ən böyüyüm hər nədirsə mən bilmirəm. Deyirəm ki, tutaq ki, x-im ən böyükdür. Amma b-yə vermişik axı, düzdür? Max-ı vermişik b-yə. Deyirəm ki, x vurulsun 0. Üzərinə gəlsin x vurulsun 1. i-nin qiymətləri də. Üzərinə gəlsin x vurulsun 2. Bu mənə neçə versin? 18. Deməli, buradan x-i çıxartsaq mötərizə xaricinə, bu bizə neçə verəcək? 3. 3x də, yəni 3x bərabərdir 18, x də bərabərdir nəyə? 6-ya. İndi mənim maksimumum 6-dırsa, ən böyüyüm 6-dırsa, hansı ən böyük üç rəqəmlərdə girişə verdikdə 18 əks olunar. Elə o birisləri də 6 verək ki, ən böyük olsun da. 666. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Deməli, n bərabərdir str 9145 sətirdə olacaq. Siyahıya çevir, n bərabərdir deməli 9, 1, 4, bu da 5. Bir deməli x-imiz yenə müraciət edəcək. 9-u götürəcək. Yaxşı, deməli, ancaq 5-dən böyük olanda bura işləyirsə, 5-dən böyük qiymətdir 9 buradadır. 5-dən böyük olmayanlar da 1, 4, 5-də burada işləyəcək, düzdürmü? Deyir ki, r üzərinə gəlsin, int x plus 1-i sətrə çevir. Int x nədir? 9 plus 1, 10. Onu sətrə çevirində elə 10 özü qalsın burada. 10 özü qalsın burada. Gələn dəfə 1-də düşəcək bura. 1 plus 1, 2. Sətrə çevir və r-in üzərinə gəl. Yəni 2 buradadır, onu biz buradan gələcək də bunun üzərinə. R üzərinə gələcək. Yəni 2, 10. Sol tərəfinə yapışdıra gedəcək də. 4-ün üzərinə 1 gələndə 5. 5-in də üzərinə sonuncu 1 gələndə 6 edəcək. 65210 cavabımız. Uyğunluğu müəyyən edin. Deməli, nə iş görür bu? Birinci, len s bölünsün 3. Len s neçə eləyir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15-i böldükcə bizə neçə verdi? 5. Deyir ki, 5-cini vur 2-yə. 5-ci nədir? 0, 1, 2, 3, 4, 5. E hərfini vurduq 2-yə. 2 dənə E burada çap oldu. Bu hansında da Y variantında. Ondan sonra deyir, len S minus 10. 15 idi. 15-dən 10 çıxdıq 5. 5-ciyə qədər. 5-ciyə qədər. 5-ci nə idi? 1, 2, 3, 4, 5-ci E idi də 5-ciyə qədər. Deməli, burada oldu. Date B. Ondan sonra len s 5-dən sona qədər. 5-cidən sona qədər. Bu da çap olunacaq. Buradan sona qədər. Burada da söz yazmıram da. Burada A variant. Y, B, A. Beləsinə. Klaviaturadan daxil edəcək et sətrində A simvollarının indekslərinin cəmini hesaplayan proqramı Python dilində yazın. Sadə bir şeydir, yazaq. Aha, görsənir. Klaviatın daxil et sətrində. Deməli, et sətri istəyir bizdən. S bərabərdir input. Əla. Say sayacağım. N bərabərdir. Yox, indi cəm edəcəm. N bərabərdir 0. N də cəmləyərik. S əlimizdən aldılar. For in range. Deməli. Len S. Niyə? Bir siyahının bütün elementlərinə baxa bilim də. Düzdürmü? İndi deyirəm ki, S-də i-ninci, yəni 0-cı, 1-ci, hər neçəncisi. Əgər A-ya bərabərdirsə, if S-də i-ninci bərabərdirsə A-ya, o zaman n bərabərdir n plus i. Çünki indekslərin cəmini istəyir mənə. N plus i. İndekslər i-dədir. Print n. Bu qədər.
Deməli, deyirəm tapca salam. İndeksi 1, 2, 3. Yəni A'nın birinci A'nın indeksi 1'dir, ikinci A'nın indeksi 3'dür. Cəmi bizə neçə verəcək? 4 vermiş olur. Burada nə istəyir? Klaviaturadan daxil edilmiş rəqəm və simvollardan ibarət olan sətirdə yanaşı gələn rəqəm simvollarının əmələ gətirdiyi ədədlərin cəmini çıxışa verən proqram Python dilində yazın. Deməli, bunu necə eləyək? %123 məsəl üçün plus 34 plus neçə idi? 9, 166 versin də bizə. Bunu istəyir bizdən. Yaxşı, deməli n bərabər input verək. N bərabər input. Deməli mən burada bir dənə S boş sətir verəcəm. Niyə görə? Həmin o rəqəmlərə rast gələndə yapışdırım ona, yığım. Sonra ədəd eləyərəm onu. Yapışdırım. Olduğu kimi ala bilim də 123-ü, neçə idi o birisini, eksi 10-u. Və o formada da ədədə çevirim, siyahıya yığım. Ən axırda da siyahını cəmləyək. Deməli, S bərabərdir boş bir sətir verək, ondan sonra B bərabərdir boş bir siyahı verək. Ədədə çevirib həmin siyahıya yığacam. For in deməli, birbaşa müraciət edək. Əgər ki if, yenə bayaq kimi indi baxırıq da, i kiçik bərabərdirsə 9-dan, bayaq hansısa misalda var idi, o nümunə. I kiçik bərabərdir 9-dan. Eyni zamanda and i böyük bərabərdir 0-dan. I böyük bərabərdir 0-dan. Belə. Əgər beləsinə olsa S bərabər olsun nəyə? S plus i-yə. Yəni həmin o rəqəmi biz yapışdıraq S sətrimizə, düzdürmü? Ügə mən else şərtim ödənməsə, beləsinə deyək, qarşımıza hərf çıxdısa mən elifə keçim. Elifə niyə keçirəm? S vermirəm, şərt verəcəm mən burada. Deyəcəm ki, əgər S boşluqdan fərqlidirsə, nida bərabərdirsə, deməli boş sətirdən fərqlidirsə, o zaman B-yə əlavə elə. B-yə əlavə elə int S ədədə çevirək. 123 axı biz aldıq, oradakı 123 də sətirdədir, amma mən onu ədədə çevirmiş şəkildə yığım. Və burada S-i sıfırlayacam. Sıfırlamaq deyəndə yəni sətri boşaldacağıq ki, növbəti ədədə biz məsəl üçün 34-dür orada. 34-ü alanda o 123-ün arxasına yapışdırmasın. Sıfırlanmış formada olsun. Bu bitib qutarandan sonra amma bir dəfə də sonda 9 məsəl üçün burada var ya. Baxın 9-dan sonra hər hansısa bir hərf yoxdur deyənə mən elifə düşməyəcəm deyənə o 9-u bura atmış olmayacam. Ona görə bir dəfə də dövr qutarandan sonra deyəsən bir dəfə B-sinə bir yazmışdıq, proqram qurmuşduq. Bir dəfə də dövr qutarandan sonra əlavə eləməliyəm. Yenə S nida bərabər deməli boş sətir. Əgər boşdursa bir dəfə də burada əlavə edək. Nəyi? Int S. Əla. Ən axırda da sum B. Deməli print sum B. B-ni cəmləyək. Belə. Deməli bura baxırsınız, yoxlayır. Əgər i bu 9 və 0 arasındadırsa o zaman yapışdıracaq isə yapışdırdı qurtardıcının hərfinə gəldi, yəni bunun hərfinə gəldi, çatdısa elifə düşür. Deyir, boşluq deyilsə əgər əlavə elə B-yə, çünki boşluq da ola bilər, problem yaranmasın. B-yə əlavə eləyir ədəd formasında. Ən axırıncı 9-u götürəndə 9-dan sonra nəsə yoxdur deyənə elifə düşə bilmir deyə bir dəfə də dövr qutarandan sonra 9-u da atmalıdır bura. Buranı yazmasaydıq bu aşağı tərəfi aşağıdakı cümləyə görə işləyərdi, amma yuxarıdakı cümləyə görə işləməzdi. Ona görə məcburuq beləsinə yazıq. Deməli, salam 123, necəsən 34, sağ ol 9. Salam 123, necəsən 34, sağ ol 9, eynisini yazıq. 166.
O birisi nədir? Alma 10, armud 11. Alma 10, armud 11, heyva. Bu da bizə neçə verir? 21. Bu qədər. Burada biraz diqqət olmalı məqam var bu sonuncusunda. Amma bu da elə deyən çətin bir sual deyildi. Burada nə istəyir bizdən? LS bərabərdir. Boş bir siyahımız var. Boş nə idi? Dolu bir siyahımız var. Özdə nəyə var? Doludur. Siyahının tək indeksli cüt elementlərini 8-lik say sisteminə çevirərək çıxışa verən proqramı Python dilində yazın. Siyahının tək indeksli cüt elementlərini, deməli bunu nə edək biz? Əvvəlcə onları tapaq. Tək indeksli cütləri. Ondan sonra yenə ayrıca bir siyahıya yığım. Təzədən siyahıya müraciət edək, onu da çevirək 8-liyə. 8-liyə çevirmək üçün əslində hazır funksiyamız da var. Amma nəysə də imtihanda onu qəbul edirlər, eləməzlər bilmirəm. Yəqin ki, eləməzlər, amma eləməlidirlər. Yəni bu hazır bir şey varsa niyə istifadə edəməyək? Deməli, ls bərabərdir. Elementlərin hamısını verməyəcəm. 23, 45, lap yazaq 623, 123, 5, 67, 89, 34, 12, 45 və 678. Belə. Deməli, boş siyahı verim yenə. Boş siyahıya yığaq. Yəni siyahı listimizi biz sayaq for in range len s ls. Əla. İndi əgər indeksi təkdirsə, eləsinizmi demişdi, tək indeksli cüt elementlər aid ol. If faiz işarəsi 2 bərabərdir 1 və eyni zamanda and elementin özü cütdürsə, deməli LSI faiz işarəsi 2 bərabərdir 0. O zaman nə edək? B-yə əlavə edək həmin elementi. Şərtimiz ödəndisə əlavə edək elementimizi B-yə. Bura qədər proqramın yarısını qutardıq. İndi də həmin onları nə etməliyik? 8-lik say sistemini çevirməliyik. Dediyim kimi funksiyadan istifadə etmək olar əslində. Sadəcə yəqin ki, qəbul eləməzlər. For in hazır olduğuna görə qəbul eləməzlər yəqin ki. Yazaq, eybi yoxdur, yazaq. Len B while deməli, əgər ədədim 8 deyə deyir də, 0-dan böyükdürsə B-i 0-dan böyükdürsə, o zaman deməli 8-ə bölək qalığını tapaq. G yazaq elə. B-i faiz işarəsi 8. Biz burada bir dənə sətr verəyəm. S bərabərdir boş sətr verək ki, biz ora yığarıq həmin o qalıqları. Deməli, S bərabərdir. S deyir ki, üzərinə gəlsin S. Deməli, təzədəndən B-i bərabər olsun nəyə? 8-ə tam bölək. Bölək 8-ə. Məsələn, print S. Belə bu qədər. Aha, xətamız var. Haradadır? Line 6-da. S bərabərdir verməmişik burada. Belə 42. Tək indeksli cüt elementlərini bir dənə 42 demək. Səhvimiz yoxdur ki. 42 nədir?
Tək indeksli cüt əməklər. Yaxşı, bir dəqiqə burada yazaq üstündə. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Tək indeksli cüt bu yoxdur. 120 çatışır yox. 67 yox. 34 hə. Hə də və sonunda bir dənə 34 də ona görə. 34-ü də 8-liyə çevirəndə sizə neçə verəcək? 42. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Bilmirəm, daha indi razı qaldınız yoxsa yox. Dediyim kimi, ümumi sınaqlarda və sinif sınaqlarda ümumiyyətlə çox xırdalığa getmək məqsədə uyğun deyil biraz. Vaxtdan gedir o. Tək suallarda hə ola bilər. Dərs keçirsənsə bəli, mütləqdir. Amma bu yerə gəlib çatmışsa, siz o məqamları bilməzsiniz. Təşəkkürlər, hələlik.